18 aprel 2025-ci ildir, həftənin cümə günüdür. Məhkəmə 3 tiktokerlə bağlı qərar verdi. Polis tərəfindən TikTok əməliyyatında saxlanılan Vaqa ləqəbli tiktoker Vüqar Zeynalovun həbs müddəti uzadılıb. Bu barədə qərar Bakı şəhər Nərimanov rayon məhkəməsində keçirilən prosesdə elan edilib. Belə ki, hakim Xalidə Əlisoyun sədrliyi ilə keçirilən prosesdə tiktokerin həbs müddəti daha bir ay uzadılıb. Qeyd eləyək ki, ötən ilin dekabrında Vaqa ləqəbli tiktokerə qarşı Cinayət Məcəlləsinin 234.1-ci satış məqsədi olmayan külli miqdarda qanunsuz narkotik vasitələr və ya psixotrop maddələr saxlama və ya daşıma maddəsi ilə ittiham irəli sürülmüşdü və o məhkəmənin qərarı ilə barəsində 4 ay müddətinə həbs qəti imkan tədbiri seçilmişdi. Digər bir tiktoker isə Əmrah Məhərrəmovdur. O da Mageramov ləqəbli tiktokerdir. Onun da həbs müddəti uzadılıb və hakim onun həbs müddətini 2 ay uzadıb. O da eyni maddə ilə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə, yəni satış məqsədi olmadan külli miqdarda qanunsuz narkotik vasitələr və psixotrop maddələri saxlama və daşıma maddəsi ilə ona da ittiham irəli sürülmüşdü. Növbəti bir tiktoker isə dəyərli izləyicilər, polis tərəfindən TikTok əməliyyatında saxlanan Xazeyn ləqəbli tiktoker Vüqar Kərimovdur. Onun da həbs müddəti daha 2 ay uzadılıb. O da eyni maddə ilə narkotik vasitələr və ya psixotrop maddələrin saxlama və ya daşıma maddəsi ilə ona da ittiham irəli sürülmüşdü. Bir sözlə ona 4 ay müddətinə həbs qəti imkan tədbiri seçilmişdi. İndi demək həbs müddəti daha 2 ay uzadılıb. Bir sözlə 3 tiktoker daha demək 2 ay və biri 1 ay, digərləri isə 2 ay olmaqla həbsdə qalacaq dəyərli izləyicilər.